Ben 9 ay boyunca anne karnında ultrasonda hep kız çıkmışım, biliyor musun? Hep. Sonra sürprizine böyle erkek doğmuşum yani. Bir garip. Annem de dedi ki yok işte yeterli teknoloji yoktur, şöyledir, sağlıklı olamaz. Sonra araştırma süreci, işte doktorumun Amerika'dan tanıdığı bir kızı vardı, Alexa diye. Bu süreci tamamlamış. O kızı gördükten sonra emin oldum. Kızın imkansız, inanamazsın. Yani şu an insanlar nasıl düşünüyor? Ben Mika'yı görsem eskiden böyle olduğunu anlayamam diye. O kız da öyleydi. O kanıtı gördükten sonra dedim tamam, başlamak zorundayım, olmalı. Çünkü psikolojim ve artık yaşam tarzım ileriye gitmiyordu. Öyle insanların düşündüğü gibi bir şey değil. Bu kimi müraciətləri xüsusən də yetkinlik dövründə, yəni ki, cinsi inkişaf dövründə biz çox görürük. Bəzən qız uşaqları özlərini oğlan kimi aparır, tam tərsi oğlan uşaqları isə özlərini qız kimi aparır. Cinsi inkişaf dövründə həm qızlarda, həm oğlanlarda orqanizmdə müəyyən hormonlar ifraz olunur. Təbii ki, həm kişi, həm də qadın hormonu. Amma qız uşaqlarında qadın hormonlarının səviyyəsi yüksəlməyə başlayır. Oğlan uşaqlarında isə kişi hormonlarının səviyyəsi yüksəlməyə başlayır. Bəzi hallarda isə bu artıq paradoksdur. Oğlan uşaqlarında qadın hormonlarının səviyyəsi artır və yaxud da qızlarda kişi hormonlarının səviyyəsi artır. Valideynlərin ilkin olaraq müraciətləri ondan ibarət olur ki, qızım cinsi inkişaf dövrünə qədəm qoyduqdan sonra özünü daha çox oğlan kimi aparır və yaxud da oğlum özünü daha çox qız kimi aparır. Bu müşahidə oluna bilərmi? Təbii ki, çox müşahidə olunur və çox tez-tez də rast gəlinir. Orqanizm hormonal balansında müəyyən dəyişiklik gedir və tərs bir artım müşahidə olunur. Yəni qeyd etdiyimiz hallardan fərqli bir pozğunluq müşahidə olunur. Və bəzi hallarda o uşaqların özünə hər zaman videoda da qeyd olunduğu kimi 9 ay boyunca ultrasəs müayinədə hər zaman qız kimi olması da görünə bilir. Demək ki, bu artıq ultrasəs müayinə zamanı ana bətində olduğu dövrdə də cinsi hormonları, xüsusən oğlan-kişi cinsiyyət orqanları hormonları daha az səviyyədə müşahidə olunub, daha az səviyyədə inkişaf edib. Amma bir müddətdən sonra o oğlan uşaqlarında cinsi yetkinlik dövründə bu halın müşahidə olunması onların xarici cinsiyyət orqanlarının da ölçü etibarilə kiçik olmasına, xayaların zəif inkişaf etməsinə kimi əlamətlərlə müşahidə oluna bilər. Birinci növbədə valideynlər uşaqlarında bu problemləri gördüyü zaman həkim endokrinoloqa təbii ki, müraciət etməlidir. Bəzi valideynlər bunu hamı ilə danışır, nənə ilə, baba ilə, yaxın qohum-əqrəbə ilə, ən axırda yadına düşür ki, endokrinoloqla məsləhətləşmək daha lazımlı olar. Yəni burada bizim üzərimizə düşən vəzifə, funksiya ondan ibarətdir ki, qız uşaqlarında qadın cinsi hormonlarının inkişafını sürətləndirmək, kişi hormonlarının səviyyəsini aşağı salmaq, oğlan uşaqlarında isə kişi hormonlarının səviyyəsini sürətləndirmək, qadın hormonlarının səviyyəsini aşağı salmaq. Bəzi oğlan uşaqlarında hətta ginekoma-mastiya deyilən bir xəstəlik də var ki, cinsi yetişkənlik dövründə oğlanlarda bu hal çox tez-tez rast gəlinir. Xüsusən valideynlərin diqqətini çəkən əlamətlərdən biri bu olduğu üçün onlar lazım olur ki, endokrinoloqa müraciət edir. Vaxtında müraciət bütün problemlərin həllinə son qoyur və bütün problemləri dəyişikliksiz həll edə bilir, heç bir çətinlik də törənmir.